Əziz Qaraqışlaq kəndimizin sakinləri, eləcə də Qaraqışlaq News kanalının üzvləri, sizi kanalımızın yaranmasının 7 illik münasibəti ilə ürəkdən təbrik edirəm. Kanalımızın yaradıcısı əzizimiz Nurlan müəllimə nailiyyətlər arzulayıram. Kanalımızın gələcəkdə gözəl kəndimizdə yenidən fəaliyyət göstərməsini arzulayıram. Gənclərimizin bu işdə Nurlan müəllimə dəstək olmasını arzu edirəm. Yaşlı nəslimizə isə bərpa olunmuş kəndimizdə yaşamalarını arzulayıram. Arzu edirəm ki, gələcəkdə öz gözəl ənənələri ilə keçmişimiz, gələcəyimiz haqqında həmişə bizə məlumat verən, bizi gələcəyə ruhlandıran, ümidləndirən kanalımızın yenidən fəaliyyət göstərməsini arzulayıram. Bir daha hamınızı təbrik edirəm. Sizə gözəl, xoş günlər arzulayıram.